Sadəcə un və sudan Novruz aksesuarları hazırlayıram. 4 il əvvəl kəşf etdiyim bu üsulla istənilən oyuncağı hazırlaya bilirim. İstəsəniz rəngi belə xəmirin üzərinə əlavə eləyə bilərsiniz və yaxud bu üsul daha yaxşıdır. Suya rəngi əlavə edib daha sonra unu əlavə edəsiniz. Düzəldənə kimi xəmiri salafanda saxlayın ki, qurumasın. Əgər istifadə edəndə yapışırsa üzərinə biraz un əlavə edə bilərsiniz. Və yaxud xəmirə rəng qatmadan elə öz rəngində istənilən oyuncağı hazırlayın. Şəkərburanı elə normalda necə bükürsünüz, necə bəzəyirsinizsə o formada hazırlayın. Bu isə şorqa qaldı. Ən çox hazırlanmaqdan da, rəngləməkdən də zövq aldığım budur. Bunun sizə keramika olan variantını da göstərəcəm. Sadəcə bu hər evdə var deyə un və su istədim birinci bunu göstərim. Bütün videoların uzun versiyası YouTube kanalımda var. Xəmirləri ya sobanın az xodunda ya da ataplenyanın üstündə qurutursunuz və sonda rəngləyib üzərini mütləq laklayırsınız. Laklamasanız küflənə bilər. Budur, gördüyünüz kimi həqiqətən də bunlara baxmaqdan adam zövq alır.